İyunun 7-sində Ermənistanda keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca ölkədə gərginlik artır. Global Info bildirir ki, seçki ərəfəsi Ermənistanda revanşist qüvvələr də baş qaldırmaqdadır. Məlum məsələdir ki, onlara Rusiya havadarlıq edir. Elə ən əsası Robert Köçəryana. Həmin Köçəryan deyir ki, sülhə can atsaq da silahlar alırıq. Məsələn, Fransa artilleriyası yaxşıdır, amma mərmisiz artilleriya sadəcə metal qırıntısıdır. İndi xəritəyə baxın. Bu mərmiləri Fransadan necə idxal etməli, Ermənistana hansı yolla çatdırmalısınız? Bir şeyi xatırlatmaq istəyirəm. 44 günlük müharibə zamanı yalnız İranın hava məkanı bu cür yüklər üçün açıq idi. İndi İran ətrafında baş verənlər vəziyyəti dəyişib. Bu isə o deməkdir ki, artıq İranın hava məkanı da NATO üzvü olan Fransadan gələn yüklər üçün bağlanacaq. Köçəryan açıq şəkildə bildirir ki, 44 günlük müharibə zamanı Ermənistana silah-sursat daşınması üçün yalnız bir ölkə, İran öz hava məkanını veribmiş. İndi isə İran ətrafında gedən hadisələrə görə bu yolda bağlı olacaq. Köçəryan bir daha müharibə istədiyini bəyan edir. 44 günlük müharibədə və ondan əvvəlki dövrlərdə erməni hərbi cinayətlərinə ortaq olan dövlətin adını çəkir. Məhz İran vasitəsilə Ermənistana silah-sursat daşındığını etiraf edir. Bugün isə o imkanların olmadığından şikayətlənir. Lentazın bu yazısını tam halda şərhdəki linkdən oxuya bilərsiniz. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.